Bundan əvvəlki videoda manqal lampası ilə bağlı danışdım. Bilməyənlər üçün yenə xatırladım ki, bu lampalar, daş manqallar quraşdırılır. Həmçinin dəmir manqallara da, hansı ki zontiklidir, zontikli manqallara da quraşdırıla bilər. Sadəcə bir məsələni müştərilərin nəzərinə çatdırım ki, bu lampalar manqal tikintisi vaxtı quraşdırılmağı məsləhətdir. Əgər manqal tikilib qutarıbsa, daş manqaldan söhbət edir. Manqal tikilib qutarıbsa, yəni bu lampanı quraşdırmaq yəni heç də məsləhət deyil. Səbəb də odur ki, artıq siz məcbur kərpici deşməlisiniz və bu lampaları quraşdıran vaxtı həmən o deşim əsnasında, yəni manqalın daşlarını dağıda bilərsiniz, onun palçığını dağıda bilərsiniz. Yəni risklidir. Hardasa bir 5 dənə manqal var ki, sonradan yəni lampa quraşdırılıb, amma yəni onu da gərək sırf bu işin peşəkarı olan bir adam eləsin. Yəni sıravi bu işıqdan, lampadan anlayışı olmayan adam üçün çox çətin olacaq. Amma manqal tikilməyibsə, manqal tikiləcəksə, manqal tikintisi əsnasında manqalın sağ və sol künclərinə qoyulur, çox gözəl effekt verilir. Bir də bu lampaların müəyyən bir ölçüsü var ki, o ölçüdə manqalları işıqlandırır. Maksimum iç hissəsi 1 metr 20 santimlik manqalların içərisini işıqlandırır. Əgər manqalın iç hissəsi böyükdürsə, yəni 1.50, 1.60, 1.80, 2 metrdirsə, restoran manqaldısa, böyük manqaldısa, bu lampalar yəni heç bir effekt vermir, işıqlanmağı zəif olur. Yəni bunun işıqlanma videosu YouTube kanalımız, Instagram səhifəmizdə bununla bağlı video çoxdur. Kimə maraqlıdırsa bizə yaza bilər, biz o videoları yenə həmin müştərilərə göndərərik. Lampanın belə özəlliyi ondadır ki, arxa hissəsi keramikadır, ön hissəsi istiyə davamlı şüşədir. İçindəki lampa açılıb dəyişdirilə bilir. Mağazamızda bunun içindəki lampiçkalar da satışdadır ki, rayonda yaşayan, uzaqda yaşayan müştərilərimiz çox vaxt alırlar, zapas kimi qoyurlar ki, nə vaxtsa xarab olanda bir də gəlməsinlər, açıb yenisi ilə əvəzləsinlər. Amma ümumiyyətlə götürsək, içindəki lampalar bunlar uzun ömürlüdür, yəni tez xarab olmur. Artıq biz 5 ildən artıq müddət ki, bu lampaları satırıq. Yəni bu 3 ildə, 5 ildə çox az sayda müştəri olub ki, yəni bunun içərisindəki lampa xarab olub, gəlib onun yenisi ilə əvəzləyib. Mağazamızda yəni yetəri qədər sayda var. Kimə az, kimə çox sayda lazımsa bizə müraciət edə bilər. Qiymət olaraq da çox münasib qiymətdir. Yəni başqa yerlərdə bizim satdığımız qiymətin 2 qatı, 3 qatı deyilir. Amma bizdə yəni minimum qiymətlərdir. Qiymətləri ilə də bağlı zəng ilə və WhatsApp yazıb məlumat əldə edə bilərsiniz.